Blendo'dan sifariş verdiğimiz məhsulları necə bəyan edək? Hər kəsə salam dostlar, Fikirli kanalına xoş gəlmisiniz. Bu videomuzda Blendo'dan yeni gələn saytımız, Blendo'dan sifariş verdiğimiz məhsulların bəyan prosesi necə olur? Canlı bu videoda sizlərlə birlikdə məhsullarımızı bəyan edəcəyik. Çox uzatmadan keçək telefonumuzun ekranına. Blendo'da nələr var? Sifariş etdiyimiz məhsulları necə bəyan edirik? Smart Customs necə telefonu yükləyirik? Bunlar haqqında sizlərə məlumat verək. Dostlar, deməli keçdik telefonumuzun ekranına. Bu şəkildə Blendo haqqında məlumat olmayanlar qeyd edim ki, necə qeydiyyatdan keçmək olar, necə məhsul sifariş vermək olar. Bunlar haqqında ətraflı bu şəkildə videomuz var. Onu da bu videonun açıqlama bölməsində əlavə etmişəm və yaxud da kommentlər bölməsində Blendo yazın. Birbaşa Instagram səhifəmizi sizə yönləndirək. Oradan siz mənim endirim kodları əldə edə bilərsiniz. Həmçində həmin videoya baxaraq qeydiyyatdan keçib asan şəkildə sifariş verə bilərsiniz. Həmçində Blendo'da link paylaş 50 manat qazan 50 manat qazan kampaniyası var. Bu şəkildə mənim linkimdən keçid eləyərək qeydiyyatdan keçsə həm mənə dəstək olmuş olarsınız, həm də ki özünüzə. Bu şəkildə gördüyünüz kimi profilin bölməsində fərqli olaraq da dostunu gətir qazan bölməsi də var. Bu ekrana əlavə etdiyim ID-ni də sifariş bölməsinə əlavə etdikdə həm siz kəşfiyyat qazanırsınız, həm də mən qazanıram dostlar. Sifariş verdiyim məhsullar bu şəkildədir. Mən buna əvvəl də sifarişlər vermişdim. Baxın, gördüyünüz kimi 3 ədəd məhsul sifariş vermişəm və statusumuz ambardadır. Statusumuz ambardadır. Bu şəkildə məhsullarım var. Deməli, bu məhsullar ambarda statusu aldıqda sizə bəyan prosesi başlayır. Yəni birbaşa siz bunu bəyan edirsiniz. Onun üçün də bəzən mesaj gəlməyə bilər. Qeyd edeyim ki, nömrəyə mesaj gəlməsə özünüz girib buradan səhifəsindən baxa bilərsiniz ki, məhsul hardadır. Dostlar, bəyan etmək üçün əslində Temundan eynidir. Temuda da necə bəyan edirsə, bunda da eynidir. Heç bir fərqi yoxdur. Sadəcə burada çox adam sual verir. Bunda bəyan prosesi necədir? Çox qısa bir şəkildə daxil oluram Smart Customs'a. Qeyd edim ki, Smart Customs'u yükləmək üçün də Google Play Store-a Smart Customs yazdıqda bu proqram çıxır. Yəni birbaşa. Smart Customs'a necə qeydiyyatdan keçmək olar? Bunun haqqında videomuz var. Əlavə edərəm açıqlamada. Həmçində qeyd edim ki, Smart Customs'da baxın, buradan profilimizdən çıxış eləyək. Giriş etmək üçün biraz dəyişiklik olub. Burada MyGov ID bölməsi var. Buna bir kərə klik eləyirsiniz. MyGov ID bölməsinə sizi giriş və qeydiyyat səhifəsinə atacaq. Burada gördüyünüz kimi digər üsullar və daxil ol bölməsi çıxır. Buradan digər üsulları seçirsiniz. Asan imza və sima ilə giriş bölməsi var. Burada hər hansı birini seçməlisiniz. İnterfeksiya nömrəsinə giriş eləmək olmur. Mən asan imza ilə giriş eləyirəm. Asan imzadan da qeydiyyat çox asandır. Bunun haqqında adlı bir video çəkərəm. Yəni fin kod yazırsınız, sadəcə bir telefon nömrəsi və üz doğrulaması, başqa heç bir şey etmirsiniz. Klik eləyirəm asan imza bölməsinə. Bu şəkildə asan imza proqramına məni yönləndirir. Yəni mütləq şəkildə telefonunuzda asan imza proqramı olmalıdır. Asan imza, yəni ki, asan imza yox dostlar. Sima proqramı, üzrlü sayın. Sima proqramda Google Play Store-a bu şəkildə ekrana əlavə etmişəm. Sima yazdıqda birinci sırada çıxır və burada təsdiq edin bölməsini sıxıram və öz şifrəmi yığıram. Daxil edildikdən sonra bir dənə burada belə ekran gəlir. Bunu da təsdiq eləyirəm. Yəni burada çətin bir proses yoxdur. Çox adam deyir, mən bunu eləyə bilmirəm, çox çətindir. Yəni heç bir halda çətin bir şey yoxdur dostlar. Qeyd edeyim ki, biraz gözlərik və bizi Smart Customs'un ana səhifəsinə atacaq bu şəkildə. Burada vətəndaş bölməsi çıxır. Vətəndaşın üzərinə bir kərə klik edirsiniz. Klik etdikdən sonra burada bu şəkildə ekran çıxır və üst şəkildə gördüyünüz kimi sizin limitlər bölməsi var. Aylıq bildiyiniz kimi gömrük limiti 300 dollardır. 300 dollar limitini keçdiyiniz təqdirdə əlavə olaraq gömrük rüsumu ödəyirsiniz. 300 dolları keçmirsinizsə, bu da tədbiqən bizim puluna 510 manat eləyir. Keçmirsinizsə, heç bir halda gömrük rüsumu ödəmirsiniz. Burada sadələşdirilmiş və elektron bəyannamə bölməsi var. Bir kərə buna klik edirəm dostlar. Klik etdikdə burada mənim bəyan etdiyim məhsullarım görsənir və bəyan edilməmişlər bölməsinə bir ədəd məhsul düşüb. Bu o da deməkdir ki, sizin Blendo'dan sifariş verdiyiniz məhsulun bəyan prosesi başlayıb. Bunu nə qədər tez etsəz, o qədər yaxşıdır ki, heç bir problem yaşamayasınız və məhsulunuz problemsiz bir şəkildə sizə gəlib çatsın. Bəyan edilməmişlər bölməsi keçid edirəm. Baxın, gördüyünüz kimi burada 16 manat dəyərində, mənim də bayaq da Blendo'da göstərdiyim kimi 16 manat dəyərində məhsul sifariş vermişəm. Bu şəkildə baxın, ekranda da gördüyünüz kimi daxil olan Blendo proqramına yəni baş qarışıqlığı olmasın deyə daha ətraflı bir şəkildə sizə göstərmək istəyirəm. Baxın, profilin bölməsini keçdim və sifarişlərin bölməsinə bu şəkildə keçid edirəm.
Burada mənim 16 manatlıq sifarişim var. Baxın gördüyünüz kimi 16 manat 04 qəpik, yəni gömrükdə də 16 manat göstərir. Yəni siz burada məbləğ nə qədər yazılıbsa onu daxil etməyiniz mütləqdir. 16 manat 4 qəpik. Yenidən daxilim gömrük proqramına. Baxın burada gördüyünüz kimi kişi geyimləri, çantalar, ayaqqabı, telefon aksessuarları. Onsuz da sizə burada hansı kateqoriyanı seçməyinizi gömrük avtomatik olaraq göstərir. Bəyan et bölməsində bir kez sıxıram və burada mənim şəxsi məlumatlarım görsənir. Deyirəm bu şəkildə bu ekrana bağlamaq məcburiyyətindəyəm. Telefon nömrənizi daxil edirsiniz. Yəni sizdə burada nömrə istəyəcək və başqa heç bir şey eləmirsiniz. Telefon nömrənizi daxil edib iləri düyməsini sıxırsınız. İləri düyməsini sıxdıqda bu şəkildə ekran çıxır. Burada heç nə eləməyə ehtiyac yoxdur. Sadəcə ilərini sıxırsınız. İlərini sıxıb belə bir ekran gəlir dostlar. Bu ekranda əlavə edin düyməsini bir kərə sıxırıq və burada bizə bəyan prosesi etmək üçün belə bir xanalar gəlir. Məbləğ, məhsulun məbləği nə qədərdirsə 16.04 qəpik, yəni ki, bu mütləqdir. Valyuta isə Azərbaycan valyutası. Orada gördüyünüz kimi Azərbaycan valyutası, Birendoda Azərbaycan valyutası olduğu üçün Azərbaycan manatını seçirik. Və burada gördüyünüz malın daxil olduğu əsas qrup. Dostlar, burada misal üçün siz nə gətirmisinizsə, onun qrupuna. Misal üçün elektronika məhsulu gətirmisinizsə, atıram ki, elektronika aid kamera gətirmisiniz. Onun üçün elektronikanı seçirsiniz. Və yaxud da misal üçün deyirəm, kamera gətirmisiniz və yaxud da elektronika aid nə var, onu elektronikaya seçirsiniz. Və yaxud da maşın aksessuarı vurmusunuzsa, burada misal üçün baxın gördüyünüz kimi burada aksessuarlar var, fərqli-fərqli. Tutaq ki, deyək dostlar, ev aksessuarı vurmusunuzsa, evə aid nə ola bilər? Misal üçün deyirəm dostlar, sizə evə aid dekor ola bilər və yaxud da aboy ola bilər. Misal üçün deyirəm dostlar, onu seçin. Geyim aksessuarları bu ola bilər ki, geyim aksessuarlarından nə bilim, paltar ola bilər və yaxud da heyvanlara aid nəsə bir şey ola bilər. Heyvan ləvazimatları, nə bilim, pişik yeməyi vurmusunuz, misal üçün deyirəm. Kompüter və ona aid onun aksessuarlar. Bunu burada mən uzun-uzun danışıram ki, burada baş qarışıqlı olmasın. Çox adam bunu eləyə bilmir. Yəni kompüterə aid bir flash kart vurmusunuz və yaxud da kompüter klaviaturası sifariş vermisiniz. Onun üçün də bunu seçməlisiniz. Kompüter və ona aid aksessuarlar. Kosmetik vasitələr bu qadınların istifadə etdiyi ola bilər və yaxud da nə bilim saçlara sürtülən bu kosmetik maşın ehtiyat hissələri ola bilər. Bayaq dediyim kimi maşın kamerası və yaxud da nə bilim maşının içərisində olan bir hansısa bir məhsul ola bilər. Bu şəkildə seçirsiniz. Mən öz kateqoriyama olan burada kateqoriyanı seçirəm. Baxın gördüyünüz kimi məndə geyim aksessuarlarıdır adətən. Burada baxın geyim aksessuarları seçdikdə alt qrup çıxır. Çanta gətirmisə çantadır, çətir gətir, çətir, eynək. Düzdür, məndə qarmaşıqdır. Həm kabel sifariş vermişəm, həm çanta sifariş vermişəm. Bu şəkildə baxın gördüyünüz kimi burada məhsullarımıza baxırıq. Kaşalokdur, çanta gedir və burada paltar gedir. Əgər birəbir həmin məhsulun kopyasını buradan tapa bilməsəz, digər seçənəyini seçib bunu işarə edə bilərsiniz. Əsas odur ki, malın daxil olduğu əsas qrupu düzgün seçəsiniz. Qrup düzgün olmasa ola bilər ki, problem yaşaya bilərsiniz. Yəni mən bu şəkildə eləyirəm. Digər seçdim, yəni birəbir yoxdur da. Məsələn, çanta seçsəm, bir çanta vurmuşam, tutaq ki, kaşlok vurmuşam, kəmərdir, papak, baxın burada gördüyünüz kimi. Bir əldə başqa bir məhsul vurmuşam. Onun üçün də digəri seçirəm. Hərəsi fərqli-fərqli olduğu üçün, amma bir kateqoriyaya gedir. Digər seçirəm və məhsulun ədədi 1-dir. Daha sonra buradan əlavə edin bölməsini sıxıram. Əlavə etdikdə burada bizdə gömrüyün əlavə məlumatlarla tanış olursunuz, ƏDV ödəmirsiniz, $300 keçməmisiniz deyə əlavə də rüsum ödəmirsiniz. Buradakı kutucuğu işarələyib təsdiqlə deyirsiniz. Təsdiqlə dedikdə artıq bəyan prosesimiz əlavə olunubdur dostlar. Bu şəkildə təsdiqlə deyib ana səhifəsinə çıxış edirsiniz. Baxın, mənim məhsulum əlavə olundu. $9.54 bu şəkildə. İstəsəz əgər hər hansısa bir səhvlik eləmisinizsə bəyan prosesində, nə bilim kateqoriya seçimində və yaxud da ola bilər. Buradan gördüyünüz kimi ortada bir dənə qələm işarəsi var. Bu qələm işarəsini bir kərə sıxırsınız. Bunu həmin gün etməyiniz tövsiyə olunur. Yəni bir gün, 2 gün keçdi üzərindən dəyişdirməyə icazə vermirlər. Yəni daxil olub buradan siz yenidən dəyişdirə bilərsiniz. Baxın, həmin prosesi yenidən eləyə bilərsiniz dostlar. Yəni ki, buradan yenidən iləri deyib məhsulunuzu dəyişdirə bilərsiniz. Baxın,
Həmənki kimi daxil oluram. Yəni buradan baxın. Bu şəkildə ekran çıxır. Yenidən buradakı qələm işarəsini bir kərə sıxıb buradan məhsulunuzun kateqoriyasını və yaxud da qiymətini dəyişdirə bilərsiniz. Yəni bu şəkildə bəyan prosesimiz də asan bir şəkildə etdi. Belədir. Bəyan prosesi ilə bağlı çətinlik çəkən varsa, kommentlər bölməsinə yazsın, köməklik eləməyə çalışacağam dostlar. Həmçində $300 limiti bağlı da suallar verilir. Bunu bəyan etməsək nə olar dostlar? Bəyan etməsək məhsulumuz ilişib qalacaq və ya da gəlməyəcək. Qeyd edim ki, deyim. Yəni bizdə bu şəkildədir. Baxın, mənim də limitim bu şəkildə görsənir. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, videonu bəyəndiniz və məlumat ala bildiniz bəyan prosesi haqqında. Qeyd edim ki, Brendodan qeydiyyatdan keçib məhsullarımız gəldikdən sonra qutu açılımı videolarımız olacaq. İnşallah ki, məhsullarımız daha yaxşı olar. Brendo haqqında nə fikirləşirsiniz və yaxud da Temudan ucuzdumu və yaxud da qiymətlər barədə nə fikirləşirsiniz? Bu kommentlər bölməsində yazın. Fikirləriniz mənim üçün də maraqlıdır. Təqdim etdiyi Fikirli kanalı.